sizi və özümü ən dəyərli nemət olan təqvaya çağırıram. Cümə günümüz mübarək olsun, gələn günlərimiz xeyrə bəddal olsun inşallah. Xütbə müstəqillik böyük nemətdir. Müstəqillik haqqında qeyd edək ki, ümumiyyətlə elə ölkəmizə baxaq ki, əlhamdülillah, şükürlər olsun ki, biz müstəqilliyi qazanmışıq, müstəqil bir ölkəyik, yəni müstəqil bir, azad bir ölkəyik və ilk dəfə 1918-ci ildə bu addım atıldı, amma buna baxmayaraq ki, 23 ay, heç 2 ildə olmadı, bu müstəqillik cümhuriyyəti yaşanırdı. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin din sahəsində bir sıra işlər görüldü. Milli dini ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atıldı. Vətəndaş hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutdu. Qafqaz müsəlmanların vahid idarəsi yaradıldı. Təəssüf olsun ki, 1920-ci ildə aprel işğalı nəticəsində başladılan işlər yarımçıq qaldı. Sonra da 70 illik Sovet dönəminin xalqımız heç zaman dini dəyərlərini unutmadı. Gizli də olsa dini təbliğatlar olundu. Nəhayətdə ki, biz müstəqillik əldə etdik. Kimlərin sayəsində? Şəhidlərimizin, Allah şəhidlərimizə rəhmət eyləsin inşallah. Həm 1-ci Qarabağ şəhidləri, həm 2-ci Qarabağ şəhidləri qisas aldı, zəbt olunmuş torpaqlarımız azad olundu. 1-ci Qarabağ şəhidlərimiz də oldu, qazilərimiz də oldu. Ondan öncə 20 yanvar hadisəsi, dinc əhali nahaq yerə qanları töküldü. Yəni ki, müstəqilliyi əldə etmək üçün qanlar verildi, qanlar töküldü. Müstəqilliyi əldə etmək üçün qanlar töküldü və torpaqlarımız inşallah ki, qeyd olundu. Yəni, müstəqil olaraq qeyd olundu. Bu xüsusda da mərhum Prezident Heydər Əliyev deyirdi ki, biz öz milli mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli mənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub, çox əsirlik tarix, mədəniyyət üzərində qurulub, milli mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri və dəyərləri bölüşürük, ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir ki, yəni bu cür çıxışlar olunmuşdur. Ümumiyyətlə, müstəqillik böyük bir nemətdir. Azadlıq, müstəqillik böyük bir, dəyərli bir nemətdir. Baxsaq görərik ki, məsəl üçün, mən bir neçə tanınmış xadimlər, aforizmlər, ariflərin kəlamlarından mən bir-ikisini qeyd edim. Aram Beck, Amerikalı psixiatr olub, kognitiv terapiyanın banisidir. O deyir ki, azadlıq və sağlamlıq eyni şeydir. Hər ikisinin qədrini itirəndən sonra bilirik. Francis Voltaire, fransız filosof yazıçısı deyir ki, azadlıq nədən belə şirindir? Çünki o nemətlərin ən dadlısıdır. Albert Camus, fransız yazıcısı deyir ki, filosofu, əgər yalan danışa bilmirsənsə, deməli azad insansan. Bu cür azadlıq, müstəqillik haqqında çoxlu fikirlər var. Amma ən gözəl, dəyərli fikir təbii ki, Kərbəla şəhidi İmam Hüseyn əleyhissalamın hərakatıdır. İmam Hüseyn əleyhissalam az bir dəstə ilə, ixlaslı bir dəstə ilə İslam dininin donunu geyinmiş və İslamın altını üstünə çevirmək istəyən, İslamı yox etmək istəyən Yezidə qarşı vuruşdu. Öz qanı ilə azadlıq, İslamın azad olmasını təmin etdi. Yəni ki, İslam dini yaşasın deyə, ey qılınclar, əgər mənim
şəhadətimlə İslam dini yaşayacaqsa, onda ey qılınclar vurun məni. Bunu İmam Hüseyin əleyhissalam buyurur. Mahatma Gandhi Hindistanın xadimi ki, İngiltərənin müstəmləkəçisi idi Hindistan. İmam Hüseyin əleyhissalamın hərəkatını oxudu və dedi, əgər biz müstəqil olmaq istəyiriksə, İmam Hüseynin yolu ilə getməliyik. Rəşadətlə vuruşdular, məğlub oldular, vuruşdular. Nəhayətdə Hindistan bir müstəqilliyə çevirə bildi. Yəni, Mahatma Gandhi İmam Hüseyin əleyhissalamın xətti ilə bu cür getdi. Yəni, müstəqillik, azadlıq ən böyük dəyərlərdəndir ki, və şükürlər olsun ki, yenidən qeyd edirəm, bu nemətə bizlər sahibik, bu fəxr ediləsi bir şeydir. Qur'an-ı Kərimin xüsusunda görəsən, azadlıq, müstəqillik var. Bunun əksi nədir? Köləlik, qul olmaq. Allah Teala mübarək Qur'an-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim Vəttini və zeytun, and olsun əncirə və zeytuna. Tin surəsində. Bir neçə ayə keçəndən sonra bu ayə gəlir. Ləqəd xələqnəl insana fi əhsənit təqvim. Biz insanı ən gözəl biçimdə yaratdıq. Yəni, Allah deyir ki, mən səni gözəl biçimdə yaratdım. Mənə bəndə ol, mənə sitayiş et. Başqasına sitayiş etmə, şeytana sitayiş etmə. Allah buyurur ki, hər kəs mənim qabağımda əylərsə, rükuya gedərsə, səcdəyə gedərsə, mən onu ucaldaram, yüksəldərəm. Amma məndən qeyrisinin qarşısında əylərsə, məndən qeyrisinin qarşısında 2 qat əylərsə, rükuya gedərsə, mən onu zəlil edərəm, Allah buyurur. Yəni, insan fəqət səcdə etməlidir, əyilməlidir Allahın qabağında. Allahdan qeyrisinin qabağında olmaz. Odur ki, Allah deyir ki, mən səni azad yaratmışam. Allah da buyurur ki, mənim yanımda hamınız bərabərsiniz. Mənim yanımda üstünlük fəqət təqvası çox olanlardır. Mübarək həc ziyarəti qarşıda gəlir. Allah nəsib etsin hamımıza. Həc ziyarətinə gedənlər bilir, getməyənlər də elə canlı ekranda görə bilərlər. Yəni, gərək ehram paltarını geyinəsən. Yəni, bu paltarlarla Məkkəyə girə bilməzsən. Niyə? Çünki Allah özü istəyir ki, bu geyimdə girəsən. Özü də ehram paltarı hamı bir formadadır. Hətta bir tikiş sapı Allah burada fərq qoymayıb. Birdən tikiş olsa deyir, batildir, haramdır. Tikiş fərqi olsaydı, bir imkanlı adam qızıl sapla toxuyardı nəsə. Deyir, o da olmaz. Odur ki, ehram geyinən şəxs, istər varlı olsun, istər kasıb olsun. İstər iş adamı olsun, istər fəhlə olsun. İstər vəzifəli olsun, istər vəzifəsi olsun. Hamısı eyni geyimdə, eyni formadadır. Heç nə, bir dənə ehramdır, başqa heç nə yoxdur. Yəni, bu Allah bildirmək istəyir ki, mənim qabağımda siz hamınız bu cürsüz və qiyamət günündə də bu formada dirilərsiniz. Mən sizi dirildərəm bu formada. Yəni, Allahın qabağında bunların heç bir fərqi yoxdur. Odur ki, İslam məntiqinə əsasən kölə, nökər, ağa bu məfhumlar ki, gərək ki, olmasın. İslam dini insanın müstəqilliyini istəyən, köləlikdən uzaq olmasını istəyən bir dindir. Məsəl üçün, mən misal çəkim, Bilal Həbəşi. İslam dinini qəbul edən, azan verən, ilk azan verən şəxs. Əvvəl nökər quludur, Həbəşdən idi, qara bir zənci idi. Ümeyyə ibn Xələfin köləsi idi, belə deyək. İslam dinini qəbul edəndən sonra, İslam dininin şirinliyini, İslamda olan o azadlıq ləzzətini hiss edəndən sonra İslamı qəbul edir, Peyğəmbərə iman gətirir, onun ağası başlayır bunu zulüm verməyə, çəkindirməyə, görür ki, xeyri yoxdur. Bilal Həbəşiyə 3 cür zulüm olunur, 3 cür. Əvvəl qırmazla onu vurur, döyür. Görür ki, xeyri yoxdur. Deyir, La ilahə illallah, ahadun, ahad. Allahdan başqa Allah yoxdur. İkinci deyir, onu o səhra isti qumların üstündə uzadır, üstünə də bir daş qoyur. Görür ki, elə deyir ki, ahadun, ahad, la ilahə illallah. Görür ki, xeyri yoxdur. Və üçüncü daha dəhşətlisi bu olur ki, onun bədəninə, çılpaq bədəninə bal sürtür, arıları buraxır üstünə.
Bu cür zülümlər edir, amma Bilal Həbəşi deyir, Əhədun, Əhəd, La ilahə illallah, Muhammedən Rasulallah. Bu cür... Nəhayətdə Həzrəti Peyğəmbər biraz, belə deyək, müəyyən miqdar müqabilində onu azad edir, onu alır, alandan sonra bunu azad edir. Yəni, o dövrdə kölə olmaq bu idi ki, heç bir səlahiyyəti yox idi kölənin. Heç bir yerdə, məsəl üçün, mühüm bir vəzifədə işləyə bilməzdi, ömrü boyu işləyə bilməzdi, kölə idi, səlahiyyəti yox idi. Bir çox məhdudiyyətlər vardı bunlar üçün, amma azad olan insanın çox səlahiyyətləri vardı. Odur ki, Bilalı İslam dinində ilk azad olunan qul Bilal olub. Bu, Allah Teala'nın da inayəti ilə Həzrət Rəsul-i Əkrəm Bilala azan vermək şərəfini verir. Gözəl də bir səsi olur, amma görkəmi çox görkəm də olmur. Ondan gözəl səsi olanlar da olur. Amma bu cür İslam'a bu cür ixlas ilə bağlı olur, Peyğəmbərə məhəbbəti çox olur, ona bu şərəfi verir, azan vermək şərəfini verir. Həzrəti Əli əleyhissalam bazarda bir gün Qulamı qəmbər ilə gedirdi, ikisi də eyni paltardaydı. Yəni Əhl-i Beyt əleyhissalam heç zaman fərq qoymazdı, yəni onların öz qullarına fərq qoymazdı. Eyni geyimdə idilər. Bir nəfər bunları tanımır və bilir ki, biri Həzrəti Əlidir. Gəlir, deyir ki, hansınız əmir-əl-mümininsiniz? Həzrət Əli əleyhissalam buyurur ki, hər ikimiz Allahın bəndəsiyik. Demir mənəm, onu demir, mən demir. Hər ikimiz Allahın bəndəsiyik. Sadəcə məsuliyyətdə fərqimiz var. Həzrət Peyğəmbərimiz Məkkəni fəth edən zaman elə müsəlmanlardan çoxu fikirləşdi ki, ən çox əzab və əziyyət Peyğəmbər olunub. Peyğəmbər qisas alacaq, intiqam alacaq. Əbu Süfyandan intiqam alacaq. Ona ən çox əzab əziyyət Əbu Süfyan vermişdi. Vəhşidən intiqam alacaq. Vəhşi Peyğəmbərin sevimli əmisi Həmzəni şəhid etmişdi. Hamı gözlədi ki, müsəlmanlar birinci addımı Peyğəmbər addım atacaq və ilk qisası o atacaq. O atandan sonra biz də başlayarıq, öz qisaslarımızı alarıq bu Məkkə müşriklərindən. Məkkə fəth olunub. Amma Peyğəmbər Əkrəm tam başqa bir fikir söyləyir. Deyir ki, bugün sizə heç bir qınaq yoxdur. Hamınız azadsınız. Hamınız bağışlanmışsınız. Hamısını bağışdır Peyğəmbər Əkrəm. Yəni Peyğəmbərimiz azadlığı, müstəqilliyə qiymət verən, önəm verən bir Peyğəmbər idi. İnsanın fitrətini, mənəviyyatını əzən, onun göz qulağını örtən, onun hidayət olunaraq haqq yolunun tutmasına mane olan və mənəvi təkamülə çatmasına icazə verməyən amil, insanı qul və kölə edən nəfsidir, nəfs. Biz danışdıq, bu ölkənin müstəqilliyi olması yaxşı bir şeydir. Bir də var, insanın özünün müstəqil olması, özünün. İnsan ya nəfsinin qulu ola bilər, nəfsinin nökəri ola bilər, ya Allahın qulu nökəri ola bilər. İki dənə bir yol var. Ya nəfsinə bəndəli, yəni şeytana bəndəli eləyə bilər, ya Allaha bəndəli edə bilər. İnsanın da başına nə gəlir? Nəfsindən gəlir. Nəfs ariflərdən biri deyir ki, şeytandan da zülümlüdür. Şeytandan da zalimdir. Şeytandan da çox hiləgərdir nəfs. Şeytan deyir, heç olmasa Ramazan ayında şeytan görürsən ki, əl qolub zəncirlənir. Amma nəfs baxmır, Ramazan ayıdır, Məhərrəm ayıdır. Nəfs baxmır, sən Kərbəla ziyarətindəsən, Məşhəd ziyarətindəsən, Həc ziyarətindəsən. Nəfs hər yerdə var, son nəfəsinə qədər var. Nəfs bunların heç birinə baxmır. Görürsən ki, cinayətlər var, əxlaqsızlıqlar var. Bəs Ramazanda şeytan zəncirlənmişdi. Necə oldu? Nəfsin istəkləri. Nəfsin istəkləri ölmür. Odur ki, nəfs zəhərli ilan kimidir.
Sən arxayın olma, ibadət edirsən, itaət edirsən, oruç tutursan, zikir edirsən, ziyarətə gedirsən, arxayın olma, nəfsimi öldürmüşəm. Xeyr, nəfs donmuş vəziyyətdədir. Bir ilan tutan vardı, gedir dağda, dağın üstlərində qarzad olur da, görür ki, böyük bir ilan. Deyir ki, sevinir ki, mən bundan istifadə edərəm. Bu ilanı götürür, ilan da donmuş vəziyyətdədir, əfil ilan. Gətirir, düşür meydana, başlayır bu ilanla oynamağa, cəmaat da pul verir, ilan oynadır. Günəş də çıxır yavaş-yavaş. Günəş şüası bunun dərisinə dəydikcə ilan yavaş-yavaş başlayır özünə gəlməyə. Özünə gələndən sonra başlayır, buna da hücum edir, cəmaata da hücum edir. Həmən Arif deyir ki, nəfs də yatmış ilan kimidir. Arxayın olma, ibadəti və arxayın olma. Amma nəfsinin bu zəhərli vəsvəsəsindən Allaha sığın. Allaha sığın, həmişə Allaha sığınasan. Yəni ki, insan gərək nəfsinin qulu olmasın. Müstəqillik Qurani Kərimdə də məsəl üçün var ki, və əmmə mən xafə məqamə Rabbi, amma kim Rəbbinin huzurunda durmaqdan qorxubsa, və nəhən nəfsə ənil həva və nəfsə istədiyini yasaq edibsə, öz nəfsinə istədiyini haram edibsə, fə innəl cənnətə hiyəl məva, şübhəsiz cənnət onun məskənidir. Hər kəs nəfsinə haram edibsə, cənnət onun məskənidir. Sual verirlər ki, Əllamə Təbatabayiyə 100 dənə mərtəbə var. Bu mərtəbələri, məktəbləri, daha doğrusu bablar var, qapılar var. Bu qapıları açandan sonra, 100 qapıdan sonra insan əhli cənnət olacaq. Səcdə qapısı, şükür qapısı, oruc qapısı, bu qapılar 100 dənə qapı sayılır. Əllamə Təbatabayi deyir ki, mən bir cümlə deyirəm, bir qapı deyirəm. Hər kəs ona riayət etsə, əhli cənnətdir. Arifdir, böyük məqam sahibidir. Deyirlər nədir? Deyir, bir dənə kəlam. Bir addımını, ayağının bir addımını qoysun nəfsinin üstünə, o biri addımını da qoysun cənnətə. Əgər istəyirsə cənnət əhli olsun. Yəni, insan üçün ən böyük təhlükəli qul, kölə olmaqlıq, nəfsin qul və kölə olmaqlığıdır. Amma əgər insan bu nəfsini ram edə bilsə, Allaha bəndə ola bilsə, xoşbəxt o insandır. Həm bu dünyada, həm də axirətdə. Yəni ki, və bu formanı da deyim ki, müstəqillik ki var, qeyd olunur, istiqlaliyyət ki var, azadlıq ki var, gözəl bir nemətdir. Amma əfsuslar olsun ki, bugün məsəl üçün Avropanın özü həddən artıq deyir ki, azadlıq, azadlığa çox deyir ki, hər şey gərək sərbəstlik olmalıdır, azadlıq olmalıdır. Və bu çox sərbəstlik ki var, çox belə azadlıq ki, bu cür pafosla danışırlar. Bunların başlarına, öz başlarına bəla olur. Artıq sos siqnalını verirlər. Məsəl üçün, bugün Avropanın elə şəhərləri var ki, açıq-aşkar narkotikdən istifadə edirlər, satışı və yaxud da onun qəbulu ki, bu azadlıqdır, belə bir şeydir. Amma öz başlarına deyirlər ki, bunun qabağını necə alaq? Və yaxud da qadınlara açıq-aşkarlıq, səlahiyyət verirlər, feminizm, feministlik yaranır. Bunlar başlarına deyirlər ki, bunun qabağını necə alaq? Bunun qabağını almağın tək yolu İslamdır. İslam dini insana azad olmağı deyir, müstəqil olmaqlığı deyir, nəfsini öldür deyir. Amma müəyyən çərçivədə. Tam demir, müəyyən çərçivədə. İslamın buyurduğu çərçivədə insan hərəkət edərsə, insan həqiqi azad və Allahın bəndəsi, qulu olur. Allah and verək onun izzət calına bizi Allahın bəndə və qulu olmaqlıq şərəfində İsrallah bizləri sabit qədəm etsin. Gələn günlərimiz xeyrə mübəddəl olsun inşallah. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar fəsalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Bismillahirrahmanirrahim. قال تعالى في الكتاب المبين بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولو الأمر منكم صدق الله العلي العظيم. Mübarək Qur'an-ı Kərimin Nisa surəsinin 59-cu ayəsində Allah Teala buyurur ki,
Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. İtaət edin. Ümumiyyətlə, hər bir insan istəyir ki, həyatı gözəl olsun, şirin həyat olsun. Hər bir insan bunu istəyir. Rahat həyat istəyir. Allah Teala da buyurur ki, əgər rahat həyat istəyirsinizsə, şirin həyat istəyirsinizsə, o zaman Allah deyir ki, mənə itaət edin, mənim Peyğəmbərimə itaət edin və əmr sahiblərinə. Əmr sahibləri də Həzrəti Əli və 12 imam. Yəni, bunlara, ilahi xəlifələrə itaət edin. Məsumlar dünya, axirət səadətinə bizi çağırır. Bizi çağırır ki, həm dünyanın xoşbəxtçiliyinə, həm də axirət səadətinə çağırır. Amma onların çağırışına cavab verməyənlər vay olur hallarına. Məsəl üçün, İmam Hüseyn əleyhissalam Kərbalada səslədi. Bir nəfər varmı mənə kömək etsin? Bu, ümumiyyətlə, bizim insanların səadəti üçündür. Hər kəs İmam Hüseyn əleyhissalamın səsinə cavab verir. Onun dəstəsində olduğu xoşbəxtlər siyasındadır. Hər kəs İmam Hüseyn əleyhissalamın səsinə, çağırışına cavab vermədi, ona qarşı vuruşdu, lənətlənmişlər sırasındadır. Və qiyamətə gününə qədər Allah onları lənətləyər. Quran-ı Kərimdə buyurulur ki, Ya əyyuhəl-ləzinə əmənu, istəcibul lillah və lirrəsuli izə da'akum limə yuhyikum. Ey iman gətirənlər, Allah Teala buyurur, Peyğəmbər sizlərə həyat verəcək şeylərə çağırdığı zaman Allaha və Peyğəmbərə cavab verin. Çünki Peyğəmbər sizi pis bir şeyə çağırmayacaq. Cavab verin buna. Bir insan Allahın, Peyğəmbərin çağırışına cavab verməsə, onun vay olur halına. Həm dünyası gedir, həm axirəti gedir. Amma Peyğəmbər və Allahın çağırışına səs verirsə, izzət sahibi olur, hörmət sahibi olur, mənəviyyat sahibi olur. Həzrəti Əli əleyhissalam Kümeyl duasında deyir ki, İlahi, mənim o günahlarımı bağışla ki, səbəb olur sənin mənə verdiyin nemətlərimi uzaqlaşdırır. İnsan nə zaman Peyğəmbərin, Allahın çağırışına cavab vermir, günahlar qoymur. Günahlar insanı lal, kar edir, qəsavətləndirir onun qəlbini. Günaha israr etdikcə, təkrarçılığa günahı etdikcə, tövbə etmədikcə insanın qəlbi qəsavətlənir, daşlaşır. Nəhayətdə haqdan, həqiqətdən uzaqlaşır. Odur ki, Həzrəti Əli əleyhissalam bizə deyir əslində, Kümeyl duasında buyurur ki, İlahi, mənim o günahlarımı bağışla ki, səbəb olur, sənin mənə verdiyin nemətləri uzaqlaşdırır. Odur ki, Allahın Rəsulü bizi çağıranda gözəl həyata çağırır. Müxtəlif həyatlar var. Məsəl üçün, həyat-ı nəbati var. Nəbatət, təbiyyət bir gözəllik, yaşıllıq bir həyat, bitkilər həyatı. Həyat-ı heyvani var, heyvanat həyatı. Bir də var insan, həyat-ı insani, insan həyatı. Allah Teala da bu həyatların içində ən üstünü insaniyyətə verib. Quran-ı Kərimdə də Allah buyurur ki, Ləqəd kərrəmnə bəni Adəm, mən sizi kəramətli yaratmışam. Allah deyir, mən sizi kəramətli yaratmışam, sizə üstünlük vermişəm. Amma sonra buyurur ki, başqa ayədə, Əsfələs safilin, aşağı yolu, amma Allah deyir ki, aşağı yolu seçirsiniz. Mən sizə kəramət vermişəm, sizə ucalıq vermişəm, amma siz gedib aşağı yolları seçirsiniz. Və başqa bir ayədə Allah Teala buyurur ki, Ulaikə kəl-ən'am, onlar dörd ayaqlı heyvanlar kimidirlər. Yəni Allahın buyruğundan keçib əsfələ safilin, aşağı yolu seçirlər. Sonra buyurur ki, Ulaikə kəl-ən'am bəlhum ədal, ondan da aşağıdırlar. Çünki mən heyvana şuur verməmişəm, əql qüvvəsi verməmişəm. Ey insan, əql qüvvəsini mən sənə vermişəm. Sənə vermişəm, sən bu əql qüvvəsini qoyursan qırağa, nəfsinə qul olursan, nəfsinə
əmrinin altına girirsən, onda sən dörd ayaqlı heyvan kimisən, ondan da aşağısan. Bunu Allah buyurur. İmam Əli əleyhissalam yenə Kumeyldə buyurur ki, sənə itaət etməklik ən böyük qənilikdir, ən böyük sərvətdir ilahi. Ən böyük sərvəti Əmir-əl-Müminin ibadət itaətdə görür. Bir nəfər İmam Cəfər Sadiq əleyhissalamın yanına gəlmişdi ki, deyir, filan dostumuz var, biraz sıxıntıları var, biraz çətinlikləri var, fəqirliyə düşüb, imkansızlığı var. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, ibadət itaətdə necədir, sabitdir? Deyir, bəli, ibadət itaətdə əlhamdülillah sabitdir, yerindədir. İmam Cəfər Sadiq əleyhissalam əlhamdülillah deyir və deyir ki, ən sərvətli adam da odur. Ən sərvətli adam odur ki, ibadət və itaətdə sabit qala. Varlı olmaq, kasıb olmaq onun halını dəyişdirməyə, ibadətə qarşı olan soyuqluq yaratmaya, yəni həmişə ibadətində möhkəm ola. Ona görə Quran-ı Kərimdə də məsəl üçün Fatihə surəsinə baxaq, həmişə namazda oxuyuruq, İhdinəs sıratəl müstəqim, İlahi bizi müstəqim yola yönəld. Yəni hansı həyat şirindir, burada cavab verir. Fatihə surəsi cavab verir. İhdinəs sıratəl müstəqim, bizi doğru düzgün yola yönəld. Ayənin ardı necədir? Axırıncı ayə. Hansı yol? İhdinəs sıratəl müstəqim. Sıratəl ləzinə, o şəxslərin yoluna ki, ən'amtə aleyhim, sən onlara nemət vermirsən. Nemət verdiyin şəxslərin yoluna bizi yönəld. Nemət də iki cürdür. Maddi nemətlər, mənəvi nemətlər. Burada maddi nemətlərdən söhbət getmir, mənəvi nemətlərdən. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bu ayədə məqsəd biz əhl-i beytik. Yəni ilahi bizi əhl-i beytin ki, ən böyük mənəviyyat, iman, təqva ki, bunlardadır, məsumdular. Yəni ilahi bizi bunların yoluna tərəf yönəld. Ən'amtə aleyhim, qayril məqdubi aleyhim vələddallin. Qəzəbə uğramışların yolunu bizə yönəltmə. Odur ki, nemətdə məqsəd əsas mənəviyyat, imandır. Və ən gözəl həyatda mənəvi və imanı həyatdır. Və Quran-ı Kərimin başqa yerində Bəqərə surəsinin 189-cu ayəsində buyurulur ki, və evlərə arxa tərəfdən daxil olmayın. Evlərə qapıdan daxil olun. Evlərə qapıdan daxil olun. Bəqərə 189. Belə baxanda hamı bilir ki, evə qapıdan daxil olarlar. Məsələn, məsciddir, məscidə qapıdan daxil olurlar. Da pəncərədən daxil olmazlar ki, bacadan daxil olmazlar ki. Amma bunun mənəvi tərəfi var. Başqa bir hədisə, bu hədislə bu ayəni birləşdirsək, bax gör nə alınır. Həzrəti Peyğəmbərimiz nə buyurmuşdu? Peyğəmbər buyurur ki, Ənə mədinətun elm və əliyyum babuha. Mən elmin şəhəriyəm və Əli o şəhərin qapısıdır. Şəhərə qapıdan daxil olun. Bu ayədə nə buyurur? Evlərə daxil olarkən başqa tərəflərdən yox, qapıdan daxil olun. Hədisdə bax gör nə deyir? Mən elmin şəhəriyəm, şəhərin qapısı Əlidir. Yəni ki, Quran-ı Kərimdə bu ayə Əlinin qapısının tərəfini göstərir. Təfsir alimlərindən var ki, deyirlər ki, burada məqsəd budur ki, pəncərədən daxil olmayın, yəni qapıdan daxil olun ki, belə bir təfsir edənlər də var. Yəni ki, bu ayələr ki var, həyatın gözəl olması, hansı həyat şirindir, Allahın buyurduğu, Əhl-i Beyt əleyhissalamın buyurduğu həmən həyat şirindir. Və həyatın şirinliyi Əhl-i Beytin vilayətində olmaqlıqdan asılıdır. İnsan Əhl-i Beytin vilayətində olsa, nəfsini özünə ram edər. Nəfs isə, bayaq iki xütbədə də söylədim, ən böyük bəla, nəfsin itaətində olmaqdır. Bir gün 3-cü xəlifə Əbu Zərə qızıl gümüş göndərmişdi. Ən'am qızıl gümüş göndərmişdi Əbu Zərə və bilirdi ki, Əbu Zər bunları götürməyəcək. Elə də olur, Əbu Zər bunları rədd edir. Deyir, bunlar bu dünya malı mənlik deyir. Mən bunlarla maraqlanmıram. Ondan sonra başqa bir qulu nökərə qızıl gümüşü verir.
göndərir Əbu Zərin yanına, deyir, əgər sən bunu ona versən, səni qul olmaqdan azad edərəm. Qul da sevinir ki, qul üçün, nökər üçün ən böyük sevinc buydu ki, biz bu qulluqdan azadlığa çıxaq. Bu da sevinir, gəlir Əbu Zərin yanına, Əbu Zərə deyir ki, bəs bunu sənə veriblər, sənə çatmalıdır. Əbu Zər deyir, yox, mən bunu istəmirəm. Deyir, əgər bunu məndən qəbul etsən, Əbu Zərə deyir, mən azad olaram. Məni azad edərlər. Yəni, mənim azadlığım sənə bağlıdır, Əbu Zərə deyir. Siyasət işlədib də. Əbu Zər gör nə deyir? Deyir ki, onda əgər onu səndən alsam, sən azad olarsan. Mən ki, qul olacağam. Sənin azadlığın bir qulun azadlığıdır. Mənim qul olmağım isə bir azadın təzədən qul olması deməkdir. Sən istəyirsən ki, sənin azadlığının bəhası mənim nökərliyim və qul olmaqlığım olsun. Odur ki, qəbul etmir. Yəni, əhl-i-beyt yolunda elə sabit qədəm də qalır, nəfsinə yox deyir. Yəni, əgər insan istəyirsə, həyat, şirin həyat yaşasın, Allaha və Peyğəmbərin çağırışına səs versin, əhl-i-beyt yolunda sabit qədəm olsun, nəfsinə ram etsin, bu həyatın şirinliyidir. Bu, dünya və axirət xeyri deməkdir. İnşallah Allah Teala bizləri əhl-i-beyt yolunda, İslam yolunda sabit qədəm etsin. Bu dünyada o həzrətlərin ziyarətin, axirətdə şəfaətlərin bizlərə nəsib etsin inşallah. Gələn günlərimiz xeyrə mübəddəl olsun inşallah. Esselamun aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika və enhar inne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.